Azərbaycan aşıq mədəniyyətinin əsas istiqamətlərini tamaşaçılara təqdim edən Sazın Səsi, Sözün Nəfəsi layihəsi çərçivəsində növbəti tədbir keçirildi. Beynəlxalq Muğam Mərkəzində təşkil olunan musiqili gecə 19-20-ci əsrlərin görkəmli Azərbaycan aşıqlarından biri olan Aşıq Ələsgərin vəfatının 100 illiyinə əsr olundu. Tədbirdə sənətkarın həyat yolu, ədəbi irsi və yaradıcılıq xüsusiyyətləri haqqında məlumat verildi. Aşıq Ələsgər yaradıcılığının Azərbaycan aşıq sənətində tutduğu yer xüsusi vurğulandı. Qeyd edildi ki, onun yaratdığı poetik obrazlar, bənzətmələr, hikmətlər və aşiqanə duyğular xalq ruhunun güzgüsü, milli kimliyin ifadəsi kimi indi də aktualdır. Aşıq Ələsgər deyəndə təkcə Azərbaycan aşıq poeziyası yada düşmür. Bütövlükdə ümumtürk mədəniyyəti, ümumtürk aşıq sənəti kontekstində Aşıq Ələsgərin böyüklüyü, o zirvəsi görünür. Düşünürəm ki, bu cür tədbirlərin keçirilməsi Azərbaycan mədəniyyətinin, Azərbaycan aşıq sənətinin müasir dövrdə qloballaşan, rəqəmsallaşan dünyada yenidən tanıtdırılması və gələcək nəsillərə ötürülməsi üçün yaxşı bir platformadır. Dədə Ələsgər həqiqətən şəxsiyyət olub, onun şeirlərinin təhlil elədikcə onu daha nə qədər böyük, əzəmətli bir şair olduğunu görürsən. Çox böyük ehtiyac var ki, hələ gələcək nəsillərə də bu cür belə deyim də tədbirləri təşkil eləyək və gənc nəsilə onun həyat yaradıcılığını çatdıra bilək. Bədii hissədə aşıqların ifasında Dədə Ələsgər yaradıcılığından şeir nümunələri səsləndirildi. Sazın müşayiəti ilə ifa olunan qoşma və gəraylılar gecəyə xüsusi rəng qatdı. Gülarə Quliyeva, Nemət Məmmədov, Ayşəm Razi, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.